Adın Ömer'dir. Seni kim sevir? Odur ki ey cemaat, kaldırın ellerinizi koyun görsünler. Bu adı neçə nəfərin sevdiğini görsünler. Koy kişileri görsünler. Kaldırın. Bu ad kişi adıdır. Bəli, kişi adıdır. Lakin Ömer kişidirmi? Zəhmət olmasa onun igidliyindən bir misal gətirə bilərsənmi? Ömərin müharibələrdə göstərdiyi igidliyindən yalnız bir misal. Çünki əgər kitablarını açsan, görəcəksən ki, Ömər müharibələrdə qorxaq olub. Bu sözü mən deyirəm, Allah eləməsin. Mənim bu məsələyə heç bir aidiyyətim yoxdur. Odur ki, gəl danışmazdan öncə oxu və öyrən. Müttəqi Hindinin Kənzül Ümmal fi Sunanil Əqval vəl Əfal kitabı 5-ci cild, səhifə 209. Xeybər savaşı. Hədisin sənədi Həsəndir. Həmişə hücum edən və heç zaman fərarilik etməyən, yəni İmam Əli aleyhissalam belə buyurur. Allah Resulü sallallahu aleyhi və aleyh Xeybərə yola düşdü. Elə ki, Allah Resulü ora yetişdi, Ömərlə birgə bir neçə nəfəri onların şəhərinə və qəsrinə, yəni qalasına tərəf göndərdi. Onlar da savaşdılar. Çox keçmədi ki, Ömər və onun yoldaşları məğlub oldular. Nəticədə Ömər onları, onlar da Öməri qorxaq adlandırmağa başladılar. Beləliklə, Ömər onları, onlar da Öməri qorxaq adlandırmağa başladı. Yəni, siz indi bu gözəl mənzərəni təsəvvür edin. Belə ki, Ömər yoldaşlarına, siz qorxaqsınız deyir. Onlar da ona, xeyr, sən qorxaqsan deyirlər. Budur əsl fərarilik. Allah Resulü sallallahu aleyhi və aleyh bundan, yəni bu hadisədən narahat oldu və belə buyurdu. Allah Resulü ona görə narahat idi ki, o, yəni Ömər onları, onlar da onu qorxaq adlandırırdılar. Allah Resulü buyurdu, onların üzərinə elə bir nəfəri göndərəcəm ki, o Allahı və onun Peyğəmbərini sevir. Allah və onun Peyğəmbəri də onu sevir. Onlara qarşı savaşacaq, o vaxta qədər ki, Allah onun əli ilə oranı fəth edəcəkdir. O, heç zaman döyüşdən qaçmamışdır. Deməli, Ömər fəraridir, qorxaqdır. Cəmaat ayaq barmaqları üzərində dayanıb, özlərini onun buyurduğu həmin şəxs olduğunu görmək ümidi ilə boyunlarını irəli uzatdılar. Allah Resulü sallallahu aleyhi və aleyh bir qədər gözlədikdən sonra belə buyurdu. Əli hardadır? Bəli vallah, kərrar olan, yəni həmişə hücum edən hardadır? Rəvayətin sonuna qədər. Deməli, məlum oldu ki, onun imamı, yəni rəhbəri müharibədə fərari olub. Sənin barəsində danışdığın igidlik budur. Bu adı neçə nəfərin sevdiyini görsünlər. Qoy kişiləri görsünlər. Qaldırın. Nə qaldırmaq istəyirsən? Kitablarında imamın qorxaq kimi vəsf edildiyi bir halda əlini qaldırmağa necə üzün gəlir? Unutdum, üzr istəyirəm. Bəli, Ömər şücaətlidir. Lakin qadınlara qarşı, Zəhraya qarşı şücaətlidir. Hansı ki, onun evinə hücum etmişdir. Necə ki, sənin kitablarında İbn Əbu Şeybənin Əl-Müsənnəf kitabında səhih sənədlə nəql edilmişdir. Budur əsl şücaət. Zəhmət olmasa, mümkünsə biraz da olsa